Hamıza salam dostlar, yeni video hoş geldiniz. İnşallah bugün dersinden bir yerde Supermarket Simulator oyununu birlikte oynayacağız. Başlayalım oyunumuza uşaqlar. Video like atıp kanala da abone olmayı unutmayın ki beğensen videoların devamı gelsin sizlere. Ya sizin like'larınıza göre video çekirim. Öğrençine de. Bundan da bırak. Bundan da bırak. Bundan bir de bırak. Bundan da bir tane de bırak. Neyse ne oldu? 40 oldu. Nümunələr aldım. Aldık. Çalabilirim indi kassamızı buraları dolduraq. Sonra market açacağım. Geldi eşyalarımız. Ay çaşıram bu izləyən basın. Deməli. Bunu ay kutunun çaşını bir yerə qoydum. Bir dənə nətər qoyuram yerə. Şöyle bir şey oldu mu qoya bilmirəm yerə. Aha açdım düzəltdik. Hə ben ay ne oldu ya tayesik. Hə. Beləncə bunu qoyuruq. Onu götürürük. Və sənin kimi cındırlar, Buradan ucuz almır. Gedirlər o yüzden baha alırlar. Sənin kimi cındırlar. Bu nə addan mı bura bu oyuna gətirənin. Kanala abone olmağı ve videomu beğenmeyi unutmayın ki beğensəm videoların devamı gelsin. Ne eğlenceli. Ama bak bu keçəl başına bunu başına ata bilərəm bunu. Sözə görüm bunu. Dönüyor. Tak. Dayım. Her yar bizi bir yerde. Deməli, ürəyim sıxıldı bunlar benzin koymağa. Aha benzin atırmışlar. Mən də atmağa bilmirəm. Benzin ata bilmir. Yollarımızı kirlətməyə yolunda. Bu da bura. Yavaş yavaş alalım. Marketimizi böləcəyik. Bu birinci oyunumuzdur. Bunun yeni ikincisi gələcək. Deməli, bax anlamam. Hə. İndi nə əşyalarımıza şey eləyək. Çünki məsələ qiymət qoyaq. Sonra davam eləyəcəyik. 99 manatdır da deyək. 1 manatda biz bunu verəcəyik 1.50-yə. Ha, uşaqlar əlimdə mikrofon bağlanıb 1.50 qəpik. Marketin adını dəyişmək olmur. Hər şey 50 qəpik qoyacağım. Bunu İndi deməli uşaqlar, bunun da 79 qiymətdir. Biz bunu qoyacağıq 1 manat. Yox, 99 qəpik. Qəşəng, okey. Okey. Beləncə, bu da 99-dursa bunun qoyacaq qiymətin 1.50 qəpik. 50 qəpik. Bunu da belə markasda bu neçədir? Bunu qoymuşuq 1.50. Yox, bunun öz qiyməti 1.50-dir də deyəsən. Bu 1.50-də biz bunu qoyacağıq 2 manat. 20 elədim ya 2. Sonra bunun da qiymətini eləyirəm 99 bunun qiymətini eləyəcəm 1.50 qəpik. Marketimizi açaq. Bu müştərilər gəlsin, işıqlar da yandıraq. İşıqların değirlərini dəyişəcəm ki o görsünlər də. Hər yar bizi bir yerdə görüb otlanır ay qız. Yəni, nə vardım mən? Götürdüm sonra qoya bilmədim yerinə. Ay, bunu niyə mən qoya bilmirəm axı? Beləsinə Qalımı nətər qoyum ki, indi biləniniz yoxdur. Toxunmamla ilə eyni hizaya gətirib qoya bilirəm. Hə. Belə, mən beğensəni istəməyim. Deməli uşaqlar, sən nə almışsan? Bir dənə bundan, bir dənə bundan.
Ne oldu? Her gün keşbek hastası oluruz. Bu günler olmadınız. Ne kadar qaytardım sen? 2 manat. Gəl, cəhənnəm ol, yer get. Yerə. Ay, deməli, sən nə almısan? Aha, keşbek hastası. 4 manat 50 kepit. Kırtımızı o kadar koy, zahmet olmasa. Yani hemen ne var mı? 200 manat verdim zaman. Bu soxa bilmir. Şey eləyə bilmirəm. Gətir görüm sən şey eləyə biləcəm. Bir qəpik isə tüküm məsələ bir qəpik zat eləməyə çalışırdım. Görüm olacaq 99. Olmur ya. Xeyirsiz olur xeyirsiz. Bir qəpik eləyirəm. Nə olacaq ki? Adam xımis olmaz. Bu sunka ne üçün yanımda? İçində sunkalar da yoxdur. Şey son deyim ki, hə onun içindən sunka verirəm. Sən nəyə verəcəm mən pulu? 0 qəpik dənə. Getmə görüm sən də. Yer get. Sən nə almısan? Kartı oxudaq xanım. Sən mənə nə qədər pul? 3 manat vermirsən, sənə 1.50 qaytarıram. Bu? 1 manat 5 qəpik verdim. Gördünüz mü görmediniz mi bilmiyorum. Ama yiyorum. Dala bir manat 5 köpü verdim. Eləmək olurmuş. Ben ne kadar verdim sen yer get. Sənə də pul vermirik. Sonra deməli başka. Ah hanım. Ne kadar pulum oldu. Burada da ekranda da pul qırağı çıxır. Görmüyor musun sen ne aldın? Mən hələ rahatçılığımı sağlamağa çalışıram. Deməli verəcək 3 manat 50 qəpik. Hə. Deməli adam yoxdur, mən 2 dəqiqəlik birdən alışverişimi eləyəcəm. Bir dənə bundan. Bunu çıxıram. Deməli bir şeylərimi götürüm, gəlim yığım yerinə. Xanım. Ne olar? Ay xanım. Hanım 5 saniye 14 salise gözlemeli olacaksınız. Deməli, sən nə almışsınız xanım? Siz nə almışsınız daha doğrusu gətirin. Xoşuma gəldi benim market. İşləmək. Deməli, sən nə qədər verəcəm mən 5 manat. Deməli, sənə də verəcəm 5.50. 5.5 veririm ya. Çok iyiyim yoksa mecbur o. Sen onu da verdim 0. Deməli başka. Ged al. Bak kardeşim bak. Gör almasıdır. Mesela 7 mat verdim. 7. Adam yoxdur hələ ki biz marketdən alışverişimizi eləyək. Şey çağıraq. Türkün məsələ bir dənə bundan, bir dənə bundan, bir dənə bundan. 28 manat edib bir dənə bunları gətirək. İçəriyə qalx. Gəl görüm. Az çəkil görüm az ödü. Burada deyil. Bir dənə bunlardan yığıram. 2 dəqiqə səbirli olun qardaş. Allah eləməsin sənin kimi qardaş amma. Ağzımızdan çıxırdan ha. Sizə demirəm ha xanım o deyirəm. O başına baftağa dəstəyin oxşayır. Gətir. 5 manat 5 qəpik. 5 manat 50 qəpik. Deməli. Nerede qaytaracağım? 3 hazır. 1, 2, 3 manat 50 qəpik. Burada 50 qəpik. Geç sen de. Sen ne aldın? Ne kadar qaytaracağımsa 10 manat 5 gibi 3 tane bundan verdim. 18.50 verdim sen. 2 tane de 25 verdim. Gedebilirsiniz. Sonra sen ne aldın? Aha. Ama ne kartla verdin bana? Ha ne oldu? Kartla daha rahat. Tık 2 dakika değilim orada. 1 saat
rəqəm sadalayıram. Maba. 35 qəpik. 35 qəpik. Get. Aha, geliyor bir də. Geliyor. Deməli. Ha kardeş alın. Alın bir gün aha ışığı yandırıq. Buradan ışığı yandırma olmuyor. Minna bir çıxım gedək. Yandı. Yanmadı. Yandı indi ha yandı. Buraya da açılırmış mən bilən. Böyük girmiş marketimiz. Kassaya gəlməyin hələ. Türkün məsələ mən eləyim sonra gələrsiz. Hə. Gətirmə kartı. Ay. 380 manat ola. Get. Her yar bizi bir yerde gör. Kıskanır ayrı. Evet. Saçtım nakkadan pul verdim ama ben buna. 15. Deməli bu da belə. Keçirdək. Ne kadar verdim sana? 70 qəpik. 50. 70. Get. Bura niye benim için oldu kaka? Bura şey olmalı değil. Işıklı olmak yerine karanlık oldu ya. .3 Ne da? Cındır hamısını almadan başkaları da götürsün. Niye hamısını aldın? Bu 50'den şey götürdü ya. Deyəsən marketimiz bağlandı tay. Daha doğrusu şey oldu tay. Yoksa adam gelmiyor. Get gelme get. İnşallah videomuz bu kadar idi. Kanala abone olup videomu da beğenmeyi unutmayın. Bunun ikincisi gələcək deməli. Gələcək uşaqlar. Mənim kefimin kahyasına bağlıdır. Mənim kefim nə vaxt istəyəcək, onda da şey gələcək Türkün məsələ. Bunlar qaldı sonra. Bunları aparaq içəriyə qalq sonra videonu qutar. Yəni mən ayaqma nə ilişdik ağa. Mən bunu bura qoyuram. Və bunları bir dənə içəriyə qalq. Devam edəcək. Videonu bağlayırıq. Gəl ya. Bura qoyuram ha. Belə. Sonra bir dənə mıyda götürək. İnşallah videomuz bu kadar. Like atıp kanalda abone olmayı unutmayın. Sağ olun, salamat kalın.